Dünyaca məşhur psixoterapevt Irvin Yalomun oğlu ilə bağlı yayılan xəbərlərdən sonra bir çox insanın belə dediyini eşidirəm. Demək, psixoloqun özünə də faydası yoxdur. Amma həqiqət başqa cürdür. Kimliyimizdən, peşəmizdən, təhsilimizdən və ya həyat təcrübəmizdən asılı olmayaraq, hamımız həyatın müəyyən dövrlərində ağır itkilərlə, ağrılarla, ümidsizliklərlə və tükənmişliklə qarşılaşa bilərik. Psixoloqlar da insandır. Onlar da kədərlənir, yorulur, itirir, bəzən çıxış yolu görə bilmir. Həyatın içində çətinliklərin olması, bəzən gücsüz, çarəsiz və ümidsiz hiss etmək insan olmağın bir hissəsidir. Bu hisslər yalnız sizə aid deyil. Həyatın hansısa mərhələsində hər birimizin qapısını döyə bilər. Belə zamanlarda baş verənləri qəbul etməyə çalışmaq, həyatda qalmaq və davam etmək üçün səbəblər tapmaq vacibdir. Bəzən bu səbəbləri dində, bəzən təbiətdə, bəzən sevdiklərimizdə, bəzən isə həyatın kiçik gözəlliklərində tapırıq. Amma ən vacib addımlardan biri də tək qalmamaqdır. Yaxınlardan dəstək istəmək, hisslərini paylaşmaq, peşəkar psixoloji yardım almaq zəiflik deyil, əksinə yaşama doğru atılmış cəsarətli bir addımdır. Çünki bəzən insanı həyatda saxlayan şey güclü olması deyil, kömək istəyə bilməsidir.